Şok. Əziz izləyicilərim, bugün sizi qiyməti ilə şok edəcək bir ev təqdim edəcəyəm. Evimiz qalada yerləşir əzizlərim. Yeri də qəşəng yerdə, hər tərəfi yaşayışlı. Özdə yaşayışda olan bağların hamısı nə qədər meyvə ağaçları, 2 mərtəbəli evdir. Əziz izləyicilərim, evimiz 2 sot yarım torpağın içində yerləşir. Keyfiyyətlə tikilmiş evdir. Sağında, solunda evin başına fırlanmağa yeri, əziz izləyicilərim. Evdə insan kimidir. Əgər nəfəs almasa evi kif basır, nəmişlik basıb gedir. Bax bunu görün, tikinti qayda qanuna uyğunluq ediblər. Padvalı da var, padvala xod da var. Gəlib baxanda görəsiniz, qupqurudur. Əziz izləyicilərim, tikintidən başı çıxanlar, bax bu evə baxanda özləri görəcək ki, ev qanunu tikilmiş evdir. Baxın taxtalarına, o anabala, o bir-birinə keçən taxtalar deyirlər, anabala. Bir arasından heç tüy də keçmir. Bax, elə taxtalarla polda vurulur. Bütün materialları demək olar ki, evin içində hazırdır. O yarımçıq qalan materialı, çorlu polu görürsünüz əzizlərim. Cəmaət heç elə pol vurmur, amma bunun çorlu poluna vurduğu taxtalara baxın. Əzizlərim, evimiz ümumi 3 otaqdan ibarətdir. Evin içi 110 kvadrat metrdir. Çox böyük evdə əzizlərim, gələndə görəsiniz. Qoşa daşlar inşa olunub. Evin əsas işləri görə bu yarımçıqlarla polu başa çıxıb. Şpaxlyovkalar ağardan kimi ev bir də minəcək. Qiyməti də qəşəng qiymətdir. 35.000 manatdır. Real alıcı ilə qiymətə yenə razılaşacaq. Pula ehtiyacı var, yəni ona görə yarımçıq qalır, başa çıxa bilmir. Xəstəsi var, sürüşünü əməliyyata gedəcək, pul lazımdır. Əzizlərim, hər kim alsa Allah xeyrini versin. Yerdən də ev görsə 8 daş kürsülüdür. Çox qəşəng evdir. Tələsin əzizlərim, şansınızı qaçırmayın.